Blok imtahanına düşə biləcək belə bir sualı izah edəcəm. Deməli, burada sinüs kvadratı alfa ilə kosinüs kvadratı alfanın dərəcəsini azaldıram. İfadə bərabərdir. 2 vurulsun 1 minus kosinüs 2 alfa bölü 2 üstəgəl 10 vurulsun 1 plus kosinüs 2 alfa bölünsün 2. Üstəgəl bu ifadəni də belə yazıram. 3 vurulsun 2 sinüs alfa kosinüs alfa bərabərdir. 2'lər burada ixtisar getdi. 1 minus kosinüs 2 alfa qalır. 2 ixtisar getdi 5. Bu 5'i də sürətə vursaq 5 üstəgəl 5 kosinüs 2 alfa. Üstəgəl 3 vur. Bu ifadə də bizə sinüs 2 alfanı verir. Bərabərdir. 1 üstəgəl 5 6. Mənfi kosinüs 2 alfa üstəgəl 5 kosinüs 2 alfa. Bu da olur 4 kosinüs 2 alfa üstəgəl 3 sinüs 2 alfa. Bu ifadənin ən böyük qiyməti 5'ə bərabərdir. 5 hardan gəldi? Bu düsturu bilirdik. A sinüs x plus minus b kosinüs x'in ən böyük qiyməti kök altında a kvadratı plus b kvadratıdır. Yəni a-nın yerinə 4, b-nin yerinə 3'ü nəzərə alsaq, bu ifadənin ən böyük qiyməti 5 olacaq. 6 üstəgəl 5, bu da 11'ə bərabər olar.